Salam əziz abituriyentlər, ABCD trapesiyasında SY-ni bizə 9 veriblər, YB-ni isə 16 verir. Trapesiyanın perimetrini soruşur, perimetr ABCD-ni. Deməli, biz bilirik ki, çevrənin xaricində götürmüş çevrəyə iki toxuna çəkmək olur və toxunanlar bir-birinə hər zaman bərabərdir. Burada 9 olsa, burada 9 adlanar. Bura 16 olsa, burada 16 olar. Bu hissəyə qədərlər, bura 9, bura 16. Bu iki hissəni birləşdirsə, iki nöqtəni birləşdirsə, burada düzbucaq yaranacaq, burada da düzbucaq yaranacaq. Deməli, bunu paralel əgər biz bura köçürmüş olsaq, belə bir düzbucaqlı artıq yaratmışıq. 9, qarşı tərəfi də 9 olar. Buradan bura qədəri qeyd eləmişdik də 16 idi. Onda bu hissə artıq 16-dan 9-u çıxsaq qalacaq 7. Biz buradan bu həmin hündürlüyü tapa bilsək, düzbucaqlı üçbucaq qaydası ilə baxsaq, h-ın kvadratı, daha doğrusu h bərabərdir 9, bu da 16. Buradan bura qədər oldu 25. 25-in kvadratı çıxılsın 7-nin kvadratı. Bu da bərabərdir kökün altında 625 çıxılsın 49, 576 kökün altında. Bu da bərabərdir 24. Onda hündürlüyü biz 24 tapdıq. H ilə bura H-ı paralel köçürülə bilərik. AD bərabərdir, H bərabərdir AD-yə. İkinci bir qayda, biz bilirik ki, o dördbucağın daxilinə çevrə çəkmək olur ki, onun qarşı tərəflərinin cəmi bir-birinə bərabər olsun. Onda AD üzərinə gəlinsin BC bərabər olmalıdır. DC üzərinə gəlinsin AB. AD üzərinə gəlinsin BC-nin cəmi, bura 25-dir, digər tərəf isə 24-dür. 24 üzərinə gəlinsin 25 bərabərdir 49-a. Onda burada 49. Bir sözlə AD üstəgəl BC, üstəgəl DC, üstəgəl AB bu trapesiyanın perimetriyidir. AD üzərinə gəlsin BC 49-dur. Bu da 49-dur. Çünki dedik də bu qarşı tərəflərin cəmi bir-birinə bərabər olmalıdır. Bunların cəmi isə eləyəcək 98.